Orayı teyip bugün Legolardan böyle bütün her şeyi getirdim böyle. Sonra büyük bir tane toyuq yine düzeltmiştim. Onu da getirmişim. Böyle bu Legodan değil ama yani böyle içinde böyle bir şey var. Sonra böyle bir şey var. Bu elə bunun yanında dursun. Böyle bir şey almışım. Bunu da düzeltmişim. Özüm düzeltmişim bunları. Ama yan kutudan belə çıxmamışdı. Özüm düzeltdim. Böyle bir yatak düzeltmişim. Bunların hamısı bu il söküb. Bir de böyle bir şey var. Bundan deyəsəm istifadə eləməyəcəm. Neyse. Bu il daş dövrü düzəldəcəyik Legodan. Daş dövrünə deyəsiniz hansı şey olacaq? Məsələn, daş dövrü bölünür paleolit, paleolit, mezolit, neolit. Həmin o daş dövrünün paleolit dövrünü eləyəcəm. Paleolit dövründə növü var. Paleolit dövrünün növündən alt paleolit düzəldəcəm. Yəni ilk hər şey, ilk başlanğıc olacaq. Hələ elə bil ki, insanlar ilk başlayır. İnsanlar hələ ulu icmazat yaranmamış, tunç belə ixtira olunmamış, belə hələ indi başlanmış bir şey düzəldəcəm. Bunun üçün, video üçün düzəltdiyim hər şeyi sökəcəm. Təzə bir şey düzəltmək istəyirəm. Bundan sonra təzə bir Lego alıb təzəsini, yəni necə deyim, orta paleolit düzəldəcəm. Videoyu bəyənin, kanala abunə olun. 70 abunə olduq. Hədəf 100 olsun, 100 istəyirəm. Buna görə kanala abunə olun, videonu da bəyənin. Sizin üçün burada indi bu şeyini düzəldəcəm. Bunu birinci sökürəm, düzəltdiyimin olsun. Birinci sökməliyik. Çünki təzə əşyalar lazımdır bizə. Legomda çox azdır. Hələ mənim bir dənə qutum var, onu da yanıma qoyum. Burada yəni bəzi lazımsız əşyalar var, amma belə, məsələn, belə torpaqsa belə yerə qoymaq olar. Buradan tapdım. Qoyun göstərim. Bu boyda belə Legom var. Burada bəzi əşyalarım var. Amma gördüyünüz kimi Legolar çoxdur. Məsələn, burada lazımsız qutuzadır. Bunlar mənə lazım deyil. Başlayaq. Məsələn, bizə ən çox lazım olan rənglərdən biri bu olacaq. Belə bir rəng. Elə bir səhrada başlanmasını istəyirəm. Səhrada olsun. Yaxşı fikirdir. O birisi bölümlərdə istəyirəm azıq mağarasını düzəldim, amma onun üçün çoxlu belə bu rəng lazımdır. Onlarda sonra yaşıl rəng lazımdır, üstünü yosunlaşdırmaq üçün. Burada var, amma yəni çox lazımdır da. Yəni biraz böyük eləməyə çalışacağam, çünki çox az Legom var. Nəysə, sökü hamısın. Bu da sudur. Suyun altı belədir deyə bunu adi yerə qoyacağım. Yəni yerə, üstünə bir şey taxa bilməyəcəm. Altını şey eləmişim. Başqa bir şey düzəltmək üçün altını freyləmişdim. Bunların hamısını sökürük. Bunlar çox lazımdır, amma hamısını söküm ki, bir də mane olmasın mənə. Ağ rəngi lazım olacaq. İstəyirəm ki, səhrada başlasınlar da, bilirsiniz də, yəni hər biri bir yerə doğulmur da. İnsanlar hər yerdə doğulur. İlk paleolitdə, ona görə. Belə toyuqlar zətdə qoymaq istəyirəm belə yanına. İndi düşünürəm ki, ilk elə alt paleolitdə hələ toyuqları əhliləşdirmirlər, amma yenə dursun istəyirəm. Yəni çöldə zətdə dursun. Sonra belə yumurtamız var toyuqlardan. Yumurta düzəltmişdim. Hilim idi də mənim. İndi sökürəm bunu. Sonra əllərinə belə bir çox əşyalar verəcəm. Çubuq tutacaqlar. Sonra bilirsiniz ki, bir ulu icma yaranır, qəbilələr yaranır. Qəbilələr də həm o qəbilələr eyni dildə danışan qəbilələr tayfa yaradır.
Gələn videolarda onu düzəltməyi planlayıram. Bax, məsələn, belə şeylər ağacın üstünə qoymaq olar. Sonra ağac düzəltmək istəyirəm. Ağac üçün bəzi əşyalarım var, amma onlar da siz nə edin? Gəlin, indidən azıq mağarası yox, mağara düzəldək. Adi bir mağara düzəldək ya da istəyirsiniz. Qoy baxım görüm daşım çoxdursa. Daş yoxdur, yəni boz bir belə boz renkdə lazımdır bizə daş rənginə uyğun. Yəni, belə bir şey ola bilər, məsələn, belə qırıq. Budur. Belə ola bilər. Sonra bu ola bilər. Belə əsas o ki daş rəngində olsun. Qəşəng, qəşəng. Buna baxın. Bunlar. Video biraz uzun ola bilər, ona görə səbirli olun. Hamısını eləyəcəyik bu ilə. Məsələn, bax, belə bir şeylər var. Bunlardan çox deyil məndə. Bu var. Sonra bunun üçüncüsü də var. Üçüncüsünü tapa bilmədim deyə bu belə qısan göstərirəm sonra. Belə var. Bunlar bizə çox lazım olacaq. Bu yaşıldan istifadə eləmirəm. İstəyirəm ki, səhrada olsun hər şey. Belə çöl ərazisində. Belə bir şeylər var. Bilmirəm, yenəcəyik onlardan. Sonra burada belə boz belə şey var. 2 dənə Lego var. Bunları da götürürük. Təsvirlərimə görə yoxdur deyəsən, qalmadı. Bunu belə yerə qoyaram, oturarlar belə. Sonra bildiyiniz kimi əkinçiliklə məşğul olurlar. Tox əkinçiliyi, sonra əvəz edilir qış əkinçiliyi oldu. Ona görə əkinçilik yerləri də düzəldəcəm. Ay, düşmüşdüm. Bunu belə suyun üstünə qoya bilərəm. Belə dalğalanır su belə. Anladınızsa. Sonra bu belə taxta da üstünə qoyacağım. Lazımdır. Belə şeylər var. Bunların hamısını qırıq parçalar da hamısını qoydum. Sonra belə bir şey var. Belə əşyalar da hamısını götürək. Belə bir şey var. Belə bitki. Lazım olar. Bizə bir də lazım olan nədir? Çox insanlar lazım olacaq. Ona görə də yəni bir çox insan başı var məndə. Məsələn, bu belə qoca belə adamın başı var. Baxın. Qoca bir dənə belə adamın başı var. Bunu siz nə edəcəm? Bunu qəşəng bir paltar düzəltməyi fikirləşirəm. Sonra belə baxın bitkilər var. Yəni bunları da sökürəm atıram. Baxın istəyirsiniz bayaqdan nələr toplamışıq. Bunlar da hamısı. Görək başqa nələrimiz var. Məncə bu qədər bəsdir. Məsələn, belə pəncərələr bəs eləyir məncə. Hələlik bir yerimizi quraq. İnsanlara paltar düzəldək. Bilirsiniz də paltar deyil, amma yenə də siz necə paltar eləyək? Ağlımda bəzi fikirlər var. Bilirsiniz ki, dəridən düzəldirlər paltarlarını. İndi görüm nə edə bilərik burada. Yəni birinci ərazini düzəldək. İnsanları sonra başlayarıq. Baxın, incəliklə lazım olmayanları hələ belə qoyuram. Tamam, hələ ki yerimizi qururuq gördüyünüz kimi. Videonun sonunda narahat olmayın. Açıq bir şəkildə kamera belə çevirib göstərəcəm nə olduğunu. Əla. Belə yer qurdum. İndi bunları birləşdirəcəm. Birləşdirmək üçün düşünürəm, bax belə bir şey eləyim. Həm də belə qum kimi anladınız. Baxın, göstərirəm. Bundan göstərim.
Qoy mən göstərməm. Belə bir şey elədim. Necə? Necə qəşəngdir, çox qəşəngdir. Normaldır yəni. İndi isə bitkiləri eləməyə çalışacağım. Görün necə durur bitkilər. Məsələn, bir bitkimizi qoyduq, belə durur. Normal. Sonra siz bunlardan nə yemək istəyirəm? Böyle uzun şeylər istəyəcəm. Baxın. Sizcə necədir belə? Yaxşıdır, hə? Qoyuram bura. Baxın, hələ burada biraz da belə şey var. Yer belə. Bunları bura qoyacağım. Bir dənə birləşdirirəm. Bir dənə birləşdirdim. Hələ ki belədir ərazimiz. Davam eləyək. Belə uzunlaşdırdım. Belə. Hələ ki 2 dənə bitkimiz var, amma artıracağım, narahat olmayın. Belə balqabağı qoysam necə olar? Görünür, amma bilsiz nədir? Belə Minecraft başıdır. Fırladıb belə qoysam məncə bilinməz. Bura qoydum. Hələ ki bilirsiniz ki, alt paleolitdə insanlar hələ təbiəti mənimsəyir. Ne eləyə biləcəklərini, hələ alovun hələ necə yarandığını bilmədən əvvəl, hələ ki təbiəti mənimsəyirlər, harada olduqlarını bilməlidirlər. Ona görə çox bir şey eləməyəcəm. Ərazi qoyacağım, bitkilər qoyacağım, bir də insanlar. Uşaqlar, mən indi videonu dayandırım. Sağollaşmırıq, dayandırım. Gedim görüm bu insanlara necə belə paltar qura bilərəm. Ondan sonra davam edərik. Uşaqlar, heç sən tapa bilmədim paltarlara aid. Ona görə hələ ki adi paltarlar düzələcəm. Amma söz verirəm, gedib yenisini alacağım. Yenisini aldıqdan sonra qəşəng paltarlar düzəltməyə çalışacağım. Əsas ərazidir, yəni ərazimizdə nə olduğunu bilməliyik. Burada belə bir şey. Gəlin mağaranı eləyək hələ ki. Baxın, mağaramız buradadır. Məsələn, belə yosunlarımız var, yaşıl. Bu bizim yer olsun, belə ərazi. Buranı belə eləyək, baxın. Belə olsun, belə ortada bir dənə də belə bir şey dursun. Giriş ərazisi olsun. Bunu belə eləyirəm. Baxın, belə bir şey elədim. İndi isə bu tərəflərə böyle böyüdür. Bir dənə mağara düzəltməyə çalışacağım. Baxın, hələ ki belə bir şey alındı. Bunu belə eləyim. Tamam. Bunları belə biraz uzadım. Belə bitki düzəldim. Baxın, belə bir bitki alındı. Bunu da buraya koyuram. Hələ ki yerimiz belədir. Çox normal, əladır. Belə toyuq cücəmiz var. Belə bir balacadır. Yəni cücə aslında sarı olmalı. Sarı da yoxdur. Belə ağ eləyiblər. Belə ağ rəng eləyiblər. Belə. Amma qəşəngdir də. İkisini də qoyuram bura. Bu ikisi qıraqda belə dursun. Çünki ortaya bir dənə mağara düzəldəcəm. Mağara düzəldəcəm. Mağara. Tam ortamı belə açdım. Gördüyünüz kimi. Bunu belə eləyim. Birazcık da belə bir şey artırım.
Əlimdən gələn bu oldu. Neyiniyim? Hər ki burada belə yaşasınlar. Yaşayın da bir. Neyiniyim başqa? Bunu belə edeyim. Divarlar düzəldirəm. Bunu belə eləyim. Gəlin bir dənə də alov qoyaq. Belə geç tonqal qoyular belə. Baxın buranın içine bir dənə tonqal qoyun. İçine insanımızı qoyaq. İnsan belə olsun baxın. İnsan belə eləyir. Belə yaşlı. Belə Legodan yer qurdum. Belə içində də tonqal. Sonra üstünü yosunlaşdıraq. Daşın üstü yosunlaşır bildiğiniz kimi. Çok qaldı. Yağış yağar yosunlaşır. Başqa nə edə bilərik? Başqa. Yəni belə divar qoyaq. Böyle 3 dənə divarı üst-üstə qoydum. Belə bir şey aldım. Bu elə ki tam ortaya böyle qoyaq. Bunu belə elədim. Bunu göstərirəm. Bunu belə elədim. Yaxşıdır. Yəni ki yaxşıdır. Bunu belə eləyim. Bunu da belə elədik, pis. Bunu da aranı belə buradan belə birləşdirim. Belədir. Belə elədim. Bura belə bir dənə belə bir şey qoyacağım. Bakın bir dənəsini belə uzunlaşdırdım. Ay. Bakın belə bir dənə çubuq kimi uzunlaşdırdım. Sonra bakın belə bir şey var. Bunu neyiniyim? Burada koyun. Bunu sonra koyarım. Böyle burada bir fazla taşımız var. Buradan da koyalım. Diye böyle taşlar çıkarttım. Bu taşları bir tanesine koyacağız da. Bildiğiniz necə bakın. Bunu buradan çıkardık. Buraya koyacağız. Bunu belə edəcəyik. Bunu da və indi göstərim gözüm. Buradan çıxardım. Bunu belə eləyim. Belə eləyim. Belə eləyim. Əla oldu. Daşlar altı tayda mağaraya çox oxşayır. Baxın, belə bir şeylədir. Məncə qəşəng oldu. Toyuqlar artırdıq, bitkilər artırdıq, mağara düzəltdik. Bunun davamını çəkəcəm, narahat olmayın. Gəlin bir də laf təzələn görməlisinizsə təzələn göstərim. Videoda sağollaşandan sonra mağaramızı, ümumiyyətcə hər şeyi göstərəcəm. Sağ olun.